yadınızdadır, bir ara bir video paylaşmışdım. Bax bu şaurma haqqında. Yəni birinci videom çox qəşəng bir video idi. Yəni tərifləyirdim bunları, dadlıdır, məsləhət görürdüm. Sonra ikinci bir video paylaşdım. Orada dedim ki kısa zaman, yəni işləyəndən sonra bunların keyfiyyəti gəldi, düşdü sıfıra və mənim fikrimcə bu obyekt yaxın, yəni gələcəkdə bağlanacaq, işləyə bilməyəcək. Və buyurun. Necə dedim, elə də oldu. İndi də çıxartıblar buranın biznesini satışa. Amma mən sizə deyim, hələ o vaxtı bu obyekti icarəyə verəndə bir dəfə burada nömrə var idi. Mən zəng elədim, o nömrədən soruşdum. Dedim buranın icarəsi nə qədərdir? Mənə elə bir məbləğ dedi də, hətta mən belə gülümsəyib zarafatla dedim ona ki, illik nəzərdə tutursunuz, yoxsa yox. Yəni biznesin işləməməyinin səbəblərindən biri budur ki, yəni sahibkarlar və kimlər ki, bax buna oxşar bir obyektlərin yerləri elə bir icarə haqqı, yəni qoyurlar ki, o icarə haqqını heç cür yəni qazanmaq olmur da. Ona görə mənim necə deyirlər sözüm və buradan üst tuturam sahibkarlara da bir nəsə icarə haqqı qoyanda bir düşünün o barədəki, yəni insanların vəziyyəti pisdir. Bu dəqiqə rentabillik yoxdur. Başa düşürsüz? Cəmaatda gərək maaş olsun, yaxşı maaş olsun, yaxşı pul olsun, firavanlıq olsun ki, onlar nəsə ala bilsinlər, əldə edə bilsinlər. Yəni siz belə bir obyektə, yəni astronomik bir məbləğ icarə haqqı qoyanda bura yazıq sahibkar da gəlir, bax bu qədər maya buraxır içəri, bayında yazıb ki, satıram. Onu da nəinki yəni öz qoyduğunu çıxarta bilmir. Ümumiyyətlə batır, gedir, düşür borclara. Mən 100% əminəm ki, bax buranı indi kim götürüb işlətmişdi, onun bu dəqiqə en qədər borcu var. Yəni çalışdı, fikirləşdi, baxırsan ki, düzgün bir raşot götürdü də, qabağında milli konservatoriya, nə bilim, gediş-gəlişli yol, nə bilim, parkovka üçün yer. Da nə lazımdı insana? O hardan biləydi ki, yəni ki, bura bax bu dərəcədə, yəni ölü hay olacaq. Bax bu qədər. Qəlbdən qəlbə.